Evin qarşısını təmir edirik. Bu evin əvvəlki görünüşü burada qalsın. İlk öncə qıraqdakı daşları sökməyə başlayırlar. Biz evin qarşısına termoaqlay daşlar istəyirdik. Yollanırıq Dərnəgüldəki mağazalara baxmağa. Buranın storydə bölüşəndə çox soruşulmuşdu ki, hansı mağazadan aldınız? Biz Anqart mağazasından aldıq. Baxın, seçimlərdə çoxdur. Alıb gəlirik evə və ustalar başlayırlar işə. Burada ustalara çay gətirirəm, düşürəm əl işlərinə baxmağa. Baxın, artıq vurublar. Çox gözəl görsənir. Ustalar işlərini görərkən mən isə keçirəm mətbəxə, günortaya yemək hazırlamağa. Ustalar tava kotleti hazırladım. Yemək orada pişərkən arada çay da verirəm və düşürəm həyətə yenə əl işlərinə baxmağa. Artıq süfrəm və yeməyim hazırdır. Onlar yemək yeyərkən mən isə çıxıram həyətə. Görüm vəziyyət nə yerdədir. Onu da deyim ki, həyətdə də təmir olacaq. Hasarımız alçaqdır. Hasar hörüləcək, rənglənəcək. Baxın, artıq vurublar, pəncərə qıraqlarını vurublar. Çox gözəl görsənir. Ustalar yeyib düşür həyət. Mən isə keçirəm mətbəxdə biraz təmizlik etməyə. Artıq axşam düşübdür. Ustalar hələ də işləyirlər. Gəlirəm ustalara axşam yeməyi hazırlamağa. Dedim axşama da belə kabab fason olsun. Artıq ustalar getdi. Evin son halını yenə sizlərlə bölüşəcəm. Sizlərə də fikir olar, izləmədə qalın. Yorğun günümü kofe ilə sonlandırıram. Hələlik.